Özünüzü təqdim edin. Mən Füzuli Himbətoğlu Hüseynov, Qərbi Azərbaycan, Qarakilsə Colmar kəndi. Deməli, bu binada hal-hazırda kiraya qalırdım. Özü də ki, hərbiçidir. 052-də xidmət eləyir, komandirdir. Bilmirəm, mayordur, yoxsa polkovnik leytenantdır, belə. Nə başınıza ağrıdım. Yəni, qanunun çərçivəsində mənim pensiyam dayandırıldı. 3 ay padriyyat almıramdır, belə müəyyən səbəblərə görə. İndi artıq bərpa olundu. Bu günlərdə dünəndəndir eləmişdi ki, evi boşaltın. Bu günlərdə gördüyünüz kimi Hansı sənədlərlə qalırdınız? Müqavilə sənədi ilə? yox, heç bir müqavilə sənədi Müqaviləsiz yoxdur. kirayə Bəli, verilmişdi. bəli, əslində qalanda belə pis çıxması müqavilə verməlidir. Siz tələb etmişdiniz müqavilə? Necə? Tələb etmişdiniz köçəndəki müqavilə ilə bağlı. Müqavilə söhbəti olmuşdu, düzdür. Burada deyilənə görə ərazi üzrə çaskov deyirlər də. Bəli, bəli. Onlar qeydiyyat aparır, kim kiraya qalır, neyini, müqavilə olmalıdır da. Bəli. Kimən axtarılanda, burada bulunanda tapılır. O da ki, vergi ödənməlidir. Sizin də işlərdir bunlar? Bəli, mənim beşlərimdir, yarısı da yuxarıdadır. Yavaş-yavaş düşürdüm aşağı. İndi gecəni harada qalacam, necə qalacam, bilmirəm. Nə deyir sizə? Siz deyirsiniz ki, müddət verin, yaşayın, pensiya köçəndən sonra. Deyirəm ki, heç olmasa 5 gün, 3 gün, indi 25-i, 26-sı pensiyanı alacam da, 900 manat pensiya alıram. Və sizin pensiya kəsilmişdi, bərpa olundu yenidən? Bəli, bərpa olundu. Keçən ayın noyabrın 24-ü bərpa olundu. Deyirəm ki, ya istəyirsən, 26-sı 900-900-ünü almıram, 400 manata qalıram da, 800-800 götür, 2 dəfəyə götürəsən də, mən bu qışın bu soğuk vaxtı niyə çölə tökürsən? Şikəst adamam. O birisi oğlum invaliddir, o da veterandır. 4 medal sahibidir. Bəli, ona görə də mən sizə üst tutdum və bizim Ali Baş Komandandan kömək istəyirəm, Cənab Prezidentdən kömək istəyirəm, hörmətli Mehriban xanımla. Hörmətli Yasamal rayonunun icra hakimiyyətinin başçısı Elşad Həsənov, dəyərli başçıdır, bax. Sığınacaq istəyirəm, dövlətimdən sığınacaq istəyirəm. Ki, belə vəziyyətlərdə qaz pulu, işıq pulu, su pulu hamısı yığılıb üst-üstə. Kommunallar yığılıb verə bilmirsiniz. Kommunal da yığılıb verə bilmirəm də. Mənim evimdə bir dəqiqə dilim ağzımda yanır, dünəndən də mən çay içmirəm. Nə qədər müddətdir burada yaşayırsınız? Başda il yarım. İl yarım ərzində. 2 ilə yaxın. O yox bura, yəni yavaş-yavaş çıxardım çölə, orada içəridə qala bilməz. Burada yaşayacaqsınız, soyuqda burada necə qalarsınız? Ona görə də mən dövlətimdən sığınacaq istəyirəm. Cənab, yenə də Ali Baş Komandandan, dövlət orqanlarından, nə bilim, nazirlərimizdən, millət vəkillərimizdən ki, mən şikəst adamam, yəni 95% itirmişəm. Yəni, mən bugünkü gündə çöldə qalmayayım. Mənim çöldə qalmağım mənim üçün, yəni, mənim nə yaşıma yaraşar, nə saqqalıma yaraşar. Yəni, şikəst adamam da, mən çöldə bugünkü gündə, çöldə məcburam ki, çöldə qalam. Yeniyim. Ailə ilə yaşayırdınız, tək yaşayırdınız? Uşaqlarımla. Ailənizlə yaşayırdınız? Bəli. Bəs niyə necəsiniz? Bu soyuqda burada qalmaq necə olacaq? Mən qalxdım bir damın krişanın başında yatdım. Ki, öyrəşmiş canıq da, posta, pozisiyada o qədər daşda, qaranda. Bəs övladlarınız necə? Və uşaqlar necə olacaq, ailə, yəni ona görə mən dövlətimdən sığınacaq istəyirəm, bilmək istəyirəm. Evin sahibi ilə əlaqə saxlayın. Bəli, evin sahibi ilə əlaqə sahibi bu günlərdə neçə dəfələrlə komendant xahiş eləyib, dünən xahiş eləyib, qonşulardan bir-iki nəfər xahiş eləyib. Onu da düzdür başa düşmək olar, ipoteka deyirlər, nə deyirlər? İpoteka ilə alıbdır. İpoteka ilə şəxsi əmlakıdır da, indi kim nə deyə bilər, şəxsi əmlakıdır. Bəli, şəxsi amma yenə də güzəşt olunmalı da sizə. Onu da başa düşürəm, qaz pulunu verməmişəm, az vermişəm əvvəllər. Su pulu demək olar ki, bir aydan çoxdur su pulunu vermirəm, onu da başa düşürəm. Bəs evin kirası nə qədər müddət verə bilmirsiniz? 3 ay belə verməmişəm, 26-sından 26-sına verirəm də. Bax, noyabrın 26-sı təzədən mən pul ödəməli idim, ödəyə bilmirəm. Sizin pensiyanız nə vaxt köçəcək? Bu ayın dekabrın 26-sı. Bəs siz demişsiniz ki, bəs ayın axırı köçəcək, kömək edin. Qardaş, mən 3 aydır saxlayıram səni. Qaz pulu vermirsən, su pulu vermirsən, bunlar düzdür də, mən yalandan santaj eləyim onu, üstünə şəratım o mənim adıma, sanıma yaraşmaz. Yəni, qaz pulu belə qalıb, su pulu belə, indi
Atdı da Nə qədər çıxartdı, verirdiniz atdı, aylıq? 400 manat. 400 manat. Siz indi 3 ayın pulunu ödəməlisiniz həmin şəxsə. Bəli. Və sizə nə qalacaq pensiyadan? Qalmasın, biri var çöldə qalasan, biri də var cəhənnəm. Eləyək, nətər eləyək? Kömək istəyirəm. Kimdən Ya, kömək havada istəyirsiniz? Kimdən kömək istəyirsiniz? Dövlətimdən, vətəndaşlarımdan, qeyrətdən, bacılardan, nə bilim, hamıdan kömək istəyirəm. Mən vətən oğlu küçədə yatası deyiləm ki. Və mən sabah demezlər ki, ay nə bilim, ona görə Cənab Ali Baş Komandan yenə deyirəm, başda olmaqla. Bizim hörmətli Yasamal rayonunun icra başçısı Elşad Həsənov, nə bilim, bütün nazirlərimizdən, Daxili İşlər Nazirindən, birbaşa hörmətli Vilayət Eyvazovdan, nə bilim, bütün də dövlət məmurlarından kömək istəyirəm ki, mən hava da soyuq, mən də xəstə adamam. Ya çöldə, soyuqda yaydı ki, getdim skameykada yatdım. Yaxşı, mən getdim yatdım, büründüm yorğana və ailə, uşaq, bu harda yatacaq, harda qalacaq. Ona görə sizdən kömək istəyirəm. Qarabağın hansı istiqamətlərində döyüşmüsünüz? Füzuli, Ağdam, Ağdara, Qasım Kaliyer. Neçənci illərdə? 92-dən 97-yə kimi xidmətim olub. Bu zamana kimi sizin əlilliyiniz bərpa olunmuşdu. Bəli, bəli. Alırdı. Sonradan Bəli. nə səbəbdən kəsildi? Yenə bərpa Müəyyən olundu. səbəblərə görə kəsdilər də. Yəni dövlətimiz hər şeyi yoxlayır axı bu dəqiqə. Əsas odur ki, yenidən Bəli, bərpa yenidən olunur. bərpa olundu. Bəli, təsdiqini tapdı. Sağ olsun Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri. Yəni bərpa olundu. İndi də üzümü yenə deyirəm. Dövlət məmurlarına, prezidentimizə, hörmətli Mehriban xanıma, hörmətli Vilayət Eyvazova, bütün dövlət orqanlarına xahiş edirəm ki, mən indi burada oturum belə. Mən yenə deyirəm, mən cəhənnəm və ailə uşaq. Ona görə hər birinizdən kömək, dəstək istəyirəm. Mənə kömək eləyəsiniz ki, mənə yaraşmaz, mən küçədə qalam.